Hər birinizi salamlayıram. Bugünkü mövzumuz biraz fərqli olacaq, maraqlı olacaq. Bu günləri bizdə qonağımız Zaur doktordur. Həm də bizim Motivator Fitnessin məşqçisi və bizim reabilitoloq Anar məşqçimizdir, Anar Cəfərov. Və bu günlərin mövzumuz fitness, bir də düzgün qaydasında necə ki androloqla işləməlidir. Hal-hazırda bugünkü gün sosial şəbəkələr və fitness mədəniyyəti androloji reallığı öldürüb. Hamı idman eləyir. Fikir verirsiniz, hamı idman eləyir. Hamı əzəli şişirdir, hamı böyüdür. Amma androloqların qapısının ağzı doludur. İdman eləyənlər, eləməyənlər hamısı növbəyə durublar. Problem nədir? Testosteron çatmamazlığı. Amma tamam əks şeylər danışırıq, fikir verirsiniz. Diqqətlə qulaq asın. Libido aşağılığı, yəni istək zəifliyi var. Stres və s. bunlar hamısı androloji problem kimi androloqun kabinetinin qarşısındadırlar. Burada əsas androloq kimi mənim çıxış eləməkdə, məni dəvət eləməyimizdə, yəni ki, əsas prinsip ondan ibarətdir ki, bu niyə belə olur? Niyə kişi gücləndikcə idman eləyir, motivasiyası olur və idmanla məşğul olur və günün bir günündə dediyim əlamətlər gəlir, çıxır ortaya. Yəni cinsi zəiflik, ereksiya zəifliyi, cinsi qeyri-sabitlik, halsızlıq, yorğunluq. Yəni məşq ilə adamdan söhbət gedir. Bəli, məşq Fitnessdə olan adamdan. Fitnessdə olan adamdan söhbət gedir. Aha. Yəni məsələ ondadır ki, biz orqanizmə bir şirkət kimi baxmalıyıq. Hormonlar, bədəndə kişi orqanizminin hormonları. Hormonlar idarə heyətidir. Motivator Fitness Klub sizi daha sağlam, daha energetik və daha özgüvənli hiss etməyiniz üçün fəaliyyət göstərir. Burada müasir avadanlıqlarla təchiz olunmuş fitness və crossfit zalından və yalnız xanımlar üçün fəaliyyət göstərən idman zalından istifadə edə bilərsiniz. Həmçinin fitness food restoranımızdan dietik yeməklər sifariş verə bilərsiniz. Peşəkar məşqçilərimizin nəzarəti altında Motivator Fitness Klubda qollarınızı gücləndirin. Özünüzü daha yaxşı bir formada görmək istəyirsinizsə, həmən ilk addımı atın və bizə qoşulun. Motivator Fitness Klub. Məqsədlərimizə birlikdə nail olaq. İdman özü, belə biraz bəlağətlə danışırıq. İdman özü bu icraçı zəncirdir. Əgər idarə heyəti zəifdirsə, doğru deyilsə, o icra heyəti nə boyda icra edib, nə qədər icrasında nələr yaratmış olsa da şirkət istər-istəməz çökəcək. Orqanizmə şirkət kimi baxırıq, hormonlara idarə heyəti kimi, idmana da icrası kimi. Birinci işimiz olsun idarə heyəti. Bir androloq kimi də üstümə düşən iş androloq kimi idarə heyətidir. Hormonlardır. Hansı hormon? Biz elə hormon deyəndə kişilərlə bilir ki, söhbət ancaq testosterondan gedir. Testosteron doğrudur, hormondur, kişi hormondur. Amma tək testosteron heç nə deyil. Testosteron yanında mütləq araşdırılmalı olacaq şeylər, digər hormonlar var. Hansıdır? Seks hormon birləşdirici globulin zülaldır, birincisi. İkincisi, prolaktin. Üçüncüsü, kortizol. Estradiol aralıq kimi götürülüydü o çevirmə, kortizol. Dördüncüsü, tiroid stimulaşdırıcı hormon. Bax, bunların hər biri bütün prosesdə, işin gedişində testosteronu bağlaya bilir, yandıra bilir, zəiflədə bilir, olmağına baxmayaraq işləməyinə imkan vermir. Biz əgər kişi sağlamlığı proqramından baxmış olsaq idmana, biraz bu zənciri qurmaq lazımdır. Bədən düz işləyirsə, testosteron başlayacaq sintez olunmağa. Digər hormonlarla bağlanmırsa, testosteron güc verəcək və kişi sağlamlığı, yəni libido, cinsi istəyin çox olması, kişi aktivliyi olacaq öz qaydasında. Amma təkcə bir götürürük, biz görsən ki, çox zaman xəstə gəlir yanımıza, gözəl bədən quruluşlu, idmançı fitində, Testosteron aşağıdır. Testosteronu yüksəkdir. Yüksəkdir. Ancaq başqa o biri qarmonlar aşağıdır. Testosteron yüksəkdir və o ilə də gəlib danışığından, şikayətlərindən cinsi zəiflik problemləri gəlib çıxmış olur ortaya. Araşdırırıq, biz nə yoxşayır. Bu elə bir kartında pulu var, amma blokludur.
Oyda. O kişinin ən böyük şeyidir də. Kartında bu. Baladır, böyük baladır. Həqiqətən. O kartında pul olanlar, hansı ki blokda olanlar gəlsin doktorun yanına. Bəli, kartın Bu blok eləmək üçün yəni. bu yox, blokdan çıxardaq da olar. Hadi blokda ya blokdan çıxartmaq üçün Biz də. blokdan təbii ki, tək çıxarda bilmirsən onu. Əsas məqsəd olmalıdır ki, androloqla trenerin, reabilitatorun işi düz olmalıdır. Düzdür. Hansı formatda, hansı hormon balansında hansı yükü vermək olar, hansı balansda hansı dərmanı vermək olar. Keçən dəfə Anarla da bir söhbət elədik, o mənə bir dərman adı seçdi. Globulindən söhbət gedir. Çox maraqlı gəldi mənə ki, mən əminəm ki, 90% androloq bilmir ki, bu hormonu neyin vasitəsilə azaltmaq olar və Anarın bilir. Bəs indi başa düşürsünüz doktor. Mən 5 ildir anarla məşq edirəm və mənim ətrafımda çox məşqçilər dostlarımız var hansı ki, ancaq ki mənim məşqimi də keçirəm, sırf özümün sağlamlığı ilə bağlı analizlərimə kimi, məsələn, həkimlərə gedəndə anar məni izləyir. Niyə görə? Çünki bu adam həm fitness trenerdir, həm reabilitoloqdur, həm də ki özünüz qeyd elədiniz. Biz sizə deməmişik ki, anarı tərifləyin, anar bunu bilir, yoxsa yox. Bu fakt olaraq bu belədir. Yəni söz gelişi ki, anarın bu günləri ən vacib olan, mən xoşuma gələn tərəfi anarın savadıdır. Savadlı olmağı, kitab çox oxuyur. Yəni biliyi çoxdur və bu günləri də hansı bir həkimin yanına gedəndə o disüzdə 90% həkimlərin bu bildiyini bilmir də. Yəni bunun dediyini bilmir. Sırf o seks hormon birləşdirici globulindən söhbət gedir. Mən digər həkimlərin səviyyəsinin biliyini basqılamaq fikrim yoxdur. Sadəcə o faktı bilirəm ki, həqiqətən mən biraz araşdıran ancaq fitnessdə həqiqətən 90% fitness treneri bilmir də bunu dediyi məsələ. Onu keçmək olar, fitness treneri bilməsə də olar onu. Onu bilməməyə qəbahət deyil. Androloqun onu bilməməsi qəbahətdir ki, sırf androloq fərzli testosteron yaxşı, hər şey gəlib, idman yerində, o bütün göstəricilər yetərincə səviyyədə, xəstədə libido azlığı, cinsi zəiflik, ereksiyanın qeyri-stabil olması, həkim ilişib qalıb görürsən nə məsələdir? Və o dediyim o məsələlər var, mütləq araşdırmaq lazımdır. Məsələ nədir? Yəni, bayaq dediyim söhbətə qayıdıram. O testosteron yüksək olsa da, globulinin işi o testosteronun müəyyən hissəsini özünə bağlamaqdır. O özünə bağladığı hissə heç. Demək olar, orqanizmdə işləmir. İşləyən təkcə sərbəstdir. Sərbəst testosterondur. Bəs biz ona görə analiz verəndə ümumi testosteron yazırıq. Bir də sərbəst testosteron yoxlayırıq və xəstələrdə, bəzi xəstələrdə təbii ki, biraz hardasa etiraz ki, testosteron da doktor bunu da yoxdur, bunu da yoxdur. Amma məqsəd var da, əgər söhbət çoxlu analizdən, eləməkdən, verməkdən getmir. Söhbət düzgün analiz verməkdəndir. Məqsədə yönlü analiz verməlisən ki, neyi yoxlayırsan, nədən ötəri. Bəli, bu bir faktor kimi bunu dedik. İkinci faktor dedik demədik də, yəni ki, globulin nə qədər çoxdursa, o testosteron böyük hissəsi bağlayacaq özünə, sərbəst hissəsi az qalacaq. Əsas bədəndə qalan işi görən, kişi məsələsinə necə qulluq eləyən sərbəst testosteron. Və üzr istəyirəm, həm də sərbəst testosteron bizdə bərpa prosesində, əzələnin inkişafında ən önəmli hormondur. Hormonlardan biri daha doğrusu. İdman sahəsində, yəni bir çoxunun bildiyi kimi tək testosteron yox, estradiol da rol oynayır. Bəzən bizdə idmançılar əzələdə məsələn məşq eləyəndə deyir ki, pamp ola bilmirəm və yaxud da dözümlüyüm azdır və yaxud da tez zəd alıram. Bəzən estradiol səviyyəsinin aşağı olmaqla bağlı da bu ola bilir. Yəni çünki bizdə aşağı yuxarı aşağı olmağı ilə. Çünki estradiol aşağı olanda onda da cinsi zəiflik yaranır. İndi özünüz hər halda sizin sahədə bilirsiniz. Həm də əzələlərdə dolğunluq, dözümlük az olur. Yəni doktorun da qeyd etdiyi kimi əslində fitness, sağlamlıq üzərində qurulan bir prosesdir. Həmişə məsələn yanıma gələn tələbələrə məsləhət görürəm ki, mütləq kontroldan keçsinlər. Bu bir çox tibbi sahələri əhatə edir. Ürək sağlamlığı, endokrinoloji problemlər, androloji problemlər də buna daxildir təbii ki. Yəni bütün tibb sahəsini biz həm burada diyetoloqla işləyirik, həm endokrinoloqla işləyirik, həm ürək həkimlə işləyirik. Əgər tələbədə artıq yağlanma varsa, biz bunu çox ehtimal ki, bir çox tələbələrdə biz bunu görürük, insülin rezistentliyi var. İnsülin rezistentliyi varsa, tələbədə əzələ inkişafı getmir və qəbul olunmuş karbohidratlar, qidalar daha çox yağa
çevrilir. Yəni bu mən ona görə həmişə tələbələrə məsləhət görürəm ki, mütləq yoxlamadan keçsinlər, həkimlə daim təmasda olsunlar ki, biz bunu daim eləyirik. Yəni qaldı məsələn siz deyən hormonlara. Deməli burada düzdür, təbii ki, testosterondur. Mən amma həmişə tələbələrə məsləhət görürəm ki, yəni hormon analizi verəndə bir çox hormonları, yəni biz baxmalıyıq ki, yəni ümumi görüntünü görək. Bəzən tələbə gedir, məsələn gəlir mənə deyir ki, müəllim mən testosteron yoxlatmışam, deyirəm ki, lazımdır belə analiz verir. Mən testosteron yoxlatmışam, hər şey normaldır məndə. Mən izah eləməyə çalışıram ki, testosteronun yüksək olmağı, yəni siz dediyiniz kimi tam göstərici deyil. Biz orada globulinin vəziyyətinə baxmalıyıq, orada sərbəst testosteron vəziyyətinə baxılmalıdır, estradiola baxılmalıdır. Əgər prolaktin varsa, bunda da yəni məsələn tələbədə motivasiya düşkünü, halsızlıq və cinsi zəiflik olur. İndi bu sizin sahənizdir. Yəni bunların hamısını biz ümumi olaraq izləməliyik ki, biz bilək vəziyyət necədir. Neynirsən? Bu sənin üçün Raymond deyil, bu Diamond'dır. Qardaşım, zəng elə servizə 10 dəqiqəyə gəlib düzəltsinlər. Inline ilə online sifariş et. Sürətli peşəkar servis xidmətindən siz də istifadə edin. Buna görə bugün mən məsləhət görürəm, bir özüm elədiyimi deyirəm. Mən bir neçə gün bundan qabaq doktorun yanındaydım. Getdik, Mahir dostumuz sağ olsun, məsləhət gördü Zaur doktoru. Trenerlə, məşqçi ilə getdik. Hər şey, bütün analizlərimizi verdi, Allah razı olsun. Demək olar ki, danışdığımız bütün burada o danışılan analizlər verildi onlarla bir yerdə və nəticələr də çıxdı. Nəticələr şükür Allaha ki, pis deyil, demirəm belə, dəhşət yaxşı. Ancaq ki, normal nəticə çıxdı və mən rahatlaşdım. Mən rahat oldum ki, ən azından bildim ki, məndən nə yaxşıdır, nə pisdir. İnsanlar qorxurlar. Getməməklərin səbəbi qorxur ki, birdən nəsə çıxar. Ya bir də ki, həkimlər, bəzi həkimlər bir üstünə 5 qoyub danışırlar, olmayan şey deyirlər ki, yəni ki, sırf nəyə görə pul qazansınlar deyə, o bəzi məsuliyyətsiz həkimlərdən söhbət ki, hamıya şamil eləmirəm. Ona görə insanlar qorxurlar. Ona görə qorxmuyor, sadəcə olaraq düzgün həkiminizi seçin. Yəni düzgün həkim olan yerdə, yəni sənin işin daha yaxşı olacaq da. Həm də ki, məşqçilər də məsələn anar bütün idmana gələnlərə birinci olaraq onu deyir ki, get öz testlərini ver. Yəni bütün o dillər o hər şeyi keç, sonra gəl, sonra məşqim. Yəni anar yəni düzgün eləyir də məncə. Düzdürmü? Kortizon hormonu və prolaktini yüksək olan insanlar idman zalında olub qalan testosteronu da itirirlər. Və həmin insanlara idman xeyir yerinə zərər verir. Necə ki, eyni dərman hər adama verilə bilməz. Fərz elə ki, təzyiq aşağı salmaqdan ötürü hər bir insana eyni dərmanı vermək olmaz. Həkim ona individual yanaşır. Hansı indi kardioloq bunu yaxşı bilir ki, hansı halda hansı dərmanı vermək lazımdır. Anar bu işi yaxşı bilir ki, yəni hamıya eyni proqramda məşğul etdirmək olmaz. Bax, mən sizin doktorun sözünə qüvvət, yəni bir çox tələbələr zala gələn fikir verirəm özləri məşq edirlər və bir çox professional idmançıların proqramını götürürlər. Hansı idmançılar bir çox preparatlardan istifadə edirlər, dərmanlardan istifadə edirlər. Əksinə bu ağır məşqlərlə onlar sağlamlıq prosesini pozurlar, siz dediyiniz kimi. Bu da gətirir onlarda hormonal problemlərə gətirib çıxardır, bərpa prosesi çətinləşir, sərbəst testosteron səviyyəsi düşür aşağı.
kortizol hormonunun həddən artıq artmasına səbəb olur. Yəni ümumi hormonal balans pozulur. Və əksinə tələbə deyir ki, mən bu proqramla məşğul oldum, əzələ yığmaqdansa mən əksinə artıq məndə yağlanma gedir, yorğunluq gedir, mərkəzi sinir sistemi yorulur ağır intensiv məşqlərdən. Yəni ona görə, yəni mən həmişə məsləhət görürəm ki, yəni bir çox zala gələn tələbələrə mütləq məşqi ilə çalışın. Çünki siz gedib internetdən götürürsünüz xüsusi proqramları, hansı ki bunlar professional idmançıların proqramlarıdır. Bunlar daha çox sizə xeyir verməkdən zərər verir və hərəkətlərin texnikasını bilmirlər, düzgün hərəkəti necə eləmək lazımdır bilmirlər və zədə almağına səbəb olur bu da onların. Üstəlik əlavə qeyd edeyim ki, bizdə idman sahəsində bir çox bəzi hormonlar var ki, biz onları da nəzarətdə saxlayırıq. Bu kreatin kinazadır. Ona baxırıq, biz onun vəziyyətinə baxırıq bu idmançıda və C-reaktiv protein, onu da qeyd edeyim. Bu idmançının bədəninin yorulur və necə deyirlər, bu həddən artıq yorğunluq vəziyyətində olmağını göstərir. C-reaktiv protein də iltihabı göstərir. Bundan əlavə qeyd edeyim ki, vitamin D, siz qeyd etdiyiniz kimi vitamin D-nin biz vəziyyətini nəzarətdə saxlamalıyıq ki, indiki devirdə bir çox insanda səviyyəsi aşağıdır. Hətta məndə belə aşağı çıxır. Vitamin D aşağı olanda testosteron səviyyəsi də bizdə aşağı olur. Bundan əlavə əzəli inkişaf da zəif gedir, yağlanma da sürətlənir. Ona görə ən vacib olan vitaminlərdəndir. Ən vacib olan vitaminlərdəndir. Bundan əlavə maqnezium. Məsəl üçün bəzən olur ki, idmanda tələbələr çox ağır çəkilərlə məşq elədikdə onlarda kramp deyirlər də, belə əzəllərdə gərginlik olur. Bu bəzən maqnezium çatışmamazlığından bağlı ola bilər. Ona görə mən məsləhət görürəm ki, elektrolitləri daim qəbul etsinlər idmançılar. Əsas minerallardır, maqneziumdur, kalium, kalsium, natrium. Bunlar normada olmalıdır. Və bunlara görə biz mütləq analiz verməliyik. Dediyim kimi insulin səviyyəsi çox önəmlidir, həddindən artıq önəmlidir. Bəzən tələbə gəlir, insulin rezistentliyi var, hər nə qədər məşq eləsəm də müəllim deyir, diyet saxlayıram, amma arxalama getmir. Çünki insulin rezistentliyi olanda, indi həkim də təsdiqləyər, biz hər nə qədər düzgün qidalansaq da bədən daha çox yağ toplamağa, depolamağa çalışır. Bu halda mən tələbəni endokrinoloqa yönəldirəm, həkim baxır onun vəziyyətinə və ona dərmanlar təyin edir. Ondan sonra çox yaxşı nəticə biz əldə edə bilirik. Bir də qayıdıram yenə də öz sahəmə, öz tərəfimə. Kişi sağlamlığı üçün vacib şərtlərdən biri də, ən böyük vacib şərtlərdən biri yuxu, sakitlik, gəzinti, stressdən uzaq, qorxudan uzaq. Bax, bütün bu hallar kişi sağlamlığı üçün vacib şərtlərdir. Yəni, testosteronun normal işləməsi, bütün hormonların qaydaya düşməsi, nisbət baxımından düzgün formalaşması üçün saydığım bu faktorların əhəmiyyəti çox böyükdür. Azərbaycanda çox təəssüf ki, yəni hormonlardan danışanda daha çox endokrinoloqlar, daha çox zobla məşğul olurlar, belə zob problemlərlə məşğul olurlar. Bir çox tələbədə bu problemi yaşamışam. Mən bəzən belə olub ki, həkimə yönəltmişəm. Həkim hormonlar aşağı olmağına rağmen həkim deyib ki, səndə elə bir ciddi bir problem yoxdur. Sən get tiroid hormonlarına söz gedir, ümumiyyətlə testosteronla. Yəni bir çox həkimlər nəyə görə belə eləyir bunu bilmirəm, amma bəzən hormon aşağı da olsa xəstəyə əslində hər şey normaldır. Sən bu hormonlarla, yəni hər şey məşq eləyə bilərsən, normal yaşaya bilərsən. Mənim elə yanıma bir tələbə gəlir, bunda perviçni deyirlər də, birinci gipogonadizm əlamətləri var. Bu mənim sahəm deyil, amma mənim anlayışım var. Tələbə gətirib, tələbədə LH, FSH həddindən artıq yüksəkdir və tələbədə prolaktin də yüksəkdir və testosteron həddindən aşağıdır. Hipergonadotrop, hipogonadizm adlanır. Və həkim buna deyib ki, sən get idmanla məşğul ol, sənin hormonların bərpa olsun. Deməli, bir müddət bu gel qəbul edib, testosteronu gel formasında qəbul edib
sonra testosteronu dayandırır və tələbə də inanır ki, mən bunu dayandırmışam və mən hər şey normasına düşəcək, idmanla məşğul olacağam, hər şey normasına düşəcək. Və mən tələbənin analizlərinə baxdım və məsləhət gördüm ki, yenə həkimə müraciət etmək lazımdır mütləq. Çünki mən tələbəni allada bilmərəm ki, sən bu vəziyyətdə əzələ yığasan, böyük əzələ kütləsi. Bu hormon vəziyyətində bərpa prosesdə təbii ki, tələbədə çətin gedəcək, inkişaf da çətin gedəcək. Dedim, ona tələb elədim ki, mütləq həkim nəzarətinə keçməlisən və müəyyən preparatları həkim sənə təyin etməlidir və onu sən davamlı qəbul etməlisən. Bunlar sırf androloji xəstələrdir. Bəli. Klinefelter-Kalman sindromu deyilir. Bu Klinefelterdir, bir də Kalmandır. Bunlarda xayalar çox kiçik olur. Bəli. Və fındıq kimi olur, bərk olur, bərk konsistensiyası olur. Bizdə hipotalamus var, biz onu deyirik beyin, hər şey beyinlə bağlıdır deyirik ya. Bir cümlə var da, bu hipotalamus deyir. Beynin üst hipotalamus. Hipotalamus əmr verir hipofizə. Hipofiz vəzifəsi paçtalyondur. Bəli. Əmri necə alırsa, o onu çatdırmalıdır. Əmr alır, lüteinləşdirici hormon, follikulu stimullaşdırıcı hormon və yaxud prolaktin sintez olunsun. Əmr necədirsə, güclü əmr icrası da güclü olur. Əmr zəifdirsə, icrası da zəifdir. Yəni bu adların çəkdiyim iki xəstəlik, Klinefelter, bir də Kalman sindromu, əsas ən çox məşhur, çox rast gəlinən xəstəlikdir bunlar. Demək, hipofiz əmr verməlidir xayalara. Xayalara əmr verməlidir ki, testosteron hazırlar. Xayalar bu testosteronu hazırlamaq qabiliyyətində deyillər. Leydik hüceyrələri var. Leydik hüceyrələri inkişafdan qalıb. Bu xəstələr, indi o bilmirəm, nə həkimi olub. Endokrinoloqdur. Endokrinoloq ola bilməz, onun adı endokrinoloq olar. Endokrinoloq olmuş olsaydı, ona demək biz əvəz olunan daimi müalicə, testosteron, müəyyən testosteron təyin olmalıdır ona. Həmin insanlar o davamlı əvəz edici müalicə, testosteron qəbul etdikdə, onların həm gücləri yerinə gəlir, həm o ikincili cinsi əlamətlər, tüklənmə baş verir. Səslərində əsasən əgər səslər müalicəyə başlamağından qız səsi kimi olur. O əgər o asılıdır, hansı dövrdə müalicəyə başlayır. Əgər o udlağın qartan deyirlər də, uzanması dövrünə düşürsə, orada səs dəyişə bilər. Yoxsa o elə qadın səsi kimi qalır. Çox vaxtı həmin adamları telefonda qadın kimi qəbul edirlər və də bunların bütün sinir sisteminə ağır təsir edir. İstər istəməz, sən geriyə ay qız, ay xanım, belə söhbətlər ömrü boyu bunlar üçün bir travmadır. Belə deyim də, yaşla bağlı və yaxud da müəyyən problemlərlə bağlı, əgər tələbədə testosteron səviyyəsi aşağıdırsa, o hansı səviyyədə, yəni idmanla məşğul ola bilər, ağırlıq məşqlərlə və hansı səviyyədə məsləhət görülür ki, çox həddən artıq çox ağır məşqlər eləməsin. Testosteronun aşağı olmasının səbəbini araşdırmalıyıq. Birincisi, nədirsə, bəs adların dedik də bu. Kortizol artıbsa testosteron aşağı olacaq, prolaktin artıbsa testosteron aşağı olacaq, tiroid hormonları, metabolik hormonlardır bunlar. Bunlar artıbsa testosteron aşağı olacaq. Tiroid hormonları həm artanda, həm azalanda aşağı olur. Bir də seks hormon birləşdirici globulin. Bunlar artıbsa testosteron düşəcək aşağı. Və bunu araşdırmaq lazımdır. Əgər bunların hesabına testosteron aşağı düşübsə, fikrimizi yönəltməliyik yuxarı səviyyə. Yəni, bu hormonları necə biz qaydasına sala bilərik? Demirəm, həmin insanlar məşq eləməməlidir. Həmin insanlar məşqi yüngül məşq olmalıdır. Onlara ağır yük vermək olmaz. Surəsur şirkəti evlərə, ofislərə və bir çox dövlət əhəmiyyətli müəssisələrə 100% təbii minerallarla zəngin 19 litr və 0,5-lik qablarda su çatdırır. Tutka deyilən bir preparat var. Tutka. Keçən dəfə onun adını demişəm sən. Bəli. Bu preparat bir düşünülməsi, hazırlanması Amerikada yaranıb. Ola bilindi başqa ölkələrə lisenziya verilib, buraxılır. Qaraciyər problemləri, qaraciyər yağlanmaları üçün, öd yollarının açılması, ödün yaxşı işləməsi üçün
belə çox gözəl bir Adı effekt. tutka. Tutka onu qeyd edir. Bakıda vardı o. Yoxdur. Az tapılır, gətişdirmək olar. Lazım. Tutka. Öd kisəsi yaxşı işləməyən insanlar, ödündə qatılıq olan insanların oynaqları belə yaxşı işləmir. Oynaqlara kimi bütün orqanizmin bütün sistemlərinə, istər belə adını çəkdiniz, hormonal sistemə də yetərincə Elə təsir testosteron aşağıda olanda da kollagen sintezi, zülal sintezi zəif getdiyinə görə yox, testosteron azlığında onda da oynaqlarda problem yaranır. Doğrudur, təbii. İdmanda istifadə olunan əlavələr hansı ki testosteronu qaldırıcı kimi testo boosterlərdir, bir çox tribulusdur, bu kimi əlavələr. Bunlar əslində realda yəni o qədər də biz bunun effektini görmürük. Yəni testosteron Aşvaqandadan istifadə edirsiniz yəni. Aşvaqandadan istifadə eləmişəm. Aşvaqanda birbaşa bildiyim qədərilə testosteronu artırmır. Stresi saldığına görə müəyyən qədər kortizolu azaltdığına görə müəyyən qədər mən aşvaqandanı yəni real effektini görmüşəm, yəni deyim. Amma yəni onu da qarışdırmamaq lazımdır ki, yəni siz dediyiniz kimi libidonu artıran dərmanların hamısı yəni testosteron səviyyəsini qaldırmır. Bu da bir mifdir ki, bəzən bizdə deyirlər ki, məsəl üçün deyək makadır, deyək ki, soram tonkat alidir. Bunlar idmanda istifadə olunur. Epimedium. Bunları qida əlavəsi kimi baha qiymətə satırlar və bunlar çox təəssüf ki, biz bunlarda o qədər yaxşı nəticə görə bilmirik. İdmançı çox ağır məşqlərləyəndə, yorulanda bədənə o idmançıda dopamin səviyyəsi düşür aşağı. Və dopamin belə deyək də, dopamin səviyyəsi düşəndə də bu da libido səviyyəsinin aşağı düşməyinə səbəb olur. İdmançı gedir, analiz verir, gör ki, hər şey qaydasındadır, testosteron normaldır. Bəs necə olur? Məndə belə bir vəziyyət yarandı. Onda mən tələbəyə məsləhət görürəm ki, mütləq məşqləri azaltmalısan, yuxu rejimini qaydaya salmalısan. Çünki burada əslində bir çoxunun yanıldığı kimi əsas faktor testosteron deyil, dopamindir. Dopamin indi həkim də təsdiqləyər. Dopamin səviyyəmiz aşağı olanda, hətta testosteron yüksək də olsa bizdə bir çox problemlərin yaranmağına, elə motivasiya mövzusuna gəlmişəm, motivasiyamız da olmayacaq davam eləməyə məşqə. Bizlər elə ki, motivasiya gəldi gedər olmasın da davamlı olsun. Bazı zala gəlirlər, məşq elirlər, zala məşq elirlər. Mənim indi motivator fitness klub var da bizdə. Tək bizim fitnessdən söhbət getmir. Nə qədər fitness klublar var. Görürsən ki, 70-80% abunə gələn bir ay, 2 ay gəlir, 3-cü, 4-cü ay gəlmir. Çünki onun hormon balansını düz verməmək. Hormon balansı düz gəlmir, motivasiya itir. O itir, Ona görə bu yorğunluq gəlir hormon balansı insanlar. burada məşqçidir, biz zaldır, həkimdir, olmalıdır balans ki, biz idarə etdik. Bizim idarə heyətimə müraciət eləyin, həm məşqçiyə, həm bizim motivator fitness kluba gəlin məşqə, həm də bizim həkim sizlə məşğul olacaq. Düzgün qaydada nə lazımdırsa, burada heç kəsi məqsədimiz aldatmaq deyil. Çünki biz istəyirik ki, həmin insanlar bizdən razı qalsınlar ki, başqalarına məsləhət görsünlər. Motivator Fitness Klub sizi daha sağlam, daha energetik və daha özgüvənli hiss etməyiniz üçün fəaliyyət göstərir. Burada müasir avadanlıqlarla təchiz olunmuş fitness və crossfit zalından və yalnız xanımlar üçün fəaliyyət göstərən idman zalından istifadə edə bilərsiniz. Həmçinin fitness food restoranımızdan dietik yeməklər sifariş verə bilərsiniz. Peşəkar məşqçilərimizin nəzarəti altında Motivator Fitness Klubda qollarınızı gücləndirin. Özünüzü daha yaxşı bir formada görmək istəyirsinizsə, həmən ilk addımı atın və bizə qoşulun. Motivator Fitness Klub. Məqsədlərimizə birlikdə nail olaq. İdmanla məşğul olmağın andrologiyada və endokrinologiyada nə üstünlüyü var? Məsəl üçün, insan idmana gedəndə nə fayda əldə edir fitness sahəsində deyək ki? Demək, mən bir şey deyim ki, sizə, biz andrologiyada işlətdiyimiz preparatlar ki var, o preparatların orqanizm tərəfindən tam mənimsənilməsi üçün mütləq idman təyin edirik. O kişilər ki, idmanı qatırlar, fitnessi qatırlar, adi yürüyüşü qatırlar, kardionu bura qatırlar, o kişilərdəki effektimiz 3 dəfə artıq, 2 dəfə yox, 3 dəfə artıq görmüş oluruq. Bəs bayaq sözdünüz ki, idman eləyir, testosteron artır. Testosteron artan kimi insulinə həssaslıq bərpa olunur. Bəs insulinə həssaslıq bərpa olunan kimi qanda şəkərin miqdarı nisbətən aşağı düşür. Orqanizm bütün enerjini, əgər insulinə həssaslıq bərpa olunursa, bədən qəbul etdiyi hər bir şeyin enerjisi
enerjisini özünə çəkə bilir də. Başqa sözlə desək, insulin açar roludur da burada. İnsulin molekulanı hüceyrəni açır və o glikoza hüceyrələrə daxil olur. Glikoza nədir? Enerji mənbəyidir. Şəkər xəstəliyi nə deməkdir? Qanda şəkər yüksək səviyyədədir. Niyə? Çünki o qəbul etdiyimiz glikoza, şəkər və yaxud hər hansı bir maddələr hüceyrələrə gedib çata bilmir. Xəstə acından ölür. Şəkər qanda çox yüksəkdir, xəstə acından titrəyir. Bundan əlavə həkim sizin sözünüzə qüvvət bəzən olur həkimlər teoreti təyin eləyir belə deyək, hormon əvəzedici terapiyanı. Və bunlar uzun müddətdə xəstə bunu qəbul edir, amma həyat tərzini düzəltmir. Bu da yəni mənfi bir cəhətdir. Kim ki gün ərzində 2 litr, 3 litr su içir və gün ərzində 10 min addım atır standart olaraq, o insan daha sağlam olur. Ona görə sudan söhbət düşmüşkən, su içmək üçün həqiqətən su filtrindən istifadə etmək lazımdır. Gördüyünüz Black Diamond avadanlığı, hansı ki bizim həm məşqçimizin, həm də həkimimizin evində var. Çünki bugünkü günləri su filtri çox vacib olan bir məsələdir. Və üstəlik onu da qeyd edim ki, biz idmançılar davamlı olaraq zülal qəbul edirik, daha çox ət, yumurta yeyirik. Yəni o da bizim böyrəklərimizdə əgər su içməsə yığıla bilər, duz, kristal daşlaşmaya səbəb ola bilər. Ona görə mütləq idmanla məşğul olursunuzsa su içməyə lazımdır. Motivator Fitness kluba gəlin, idmanla məşğul olun. Bir də bizim inline su filtrindən Black Diamond-ı sifariş edin, evinizdə su filtri olsun. Ailəmiz daha sağlam olsun. Və yeri gəlmişkən suyu təriflədik, gəlin milli nemətimiz olan çuğunduru da nəzərdə qaçırmayaq. Bu yerdə ən böyük azot birləşmələri ilə zəngin çuğundur sokundan istifadə olunmalıdır. Özü zala çuğundur al yine. Hər gün çuğundur sok. Səhər içirlər, axşam. Ac qarnına içilir, səhər içilsə lap yaxşı. Ancaq axşam yatandan qabaq içmək olmaz onu. Nöşün olmur, olar, amma məsələ odur ki, səhər istifadə edəndə məqsədimiz nədir? Damarları genəltmək, qan dövranını yaxşılaşdırmaq, bütün orqan. Mən indi hal-hazırda Citrulin qida əlavəsi kimi qəbul edirəm. Bu həm siz dediyiniz kimi qanda... Mən nə demirsən ki, xeyr ola? Arginin, sitrulin, bunlar... Sitrulin zaten bədəndə. O sən bunlar belədirlər da. Sitrulin... Özünə lazım olanları saxlayayım. Sitrulini mən indi sən nə işləyirəm? Demişdim. Yaxşıdır ki, doktor gəldi bura, sən də danışırsan ki, budur. Müəllimlər həmişə 40 dənə priyonun 39-unu öyrədir, birini saxlayır. Deməli, sitrulin... Sitrulin al bir dənə. Biz sitrulin daha çox, çünki sitrulin özü də... Daha aktivdir. Argindən çevrilir bədəndə, belə deyək. Əslində, sitrulin qəbul edəndə, yəni bir o qədər ehtiyac duymuruq arginin qəbuluna. Yəni çünki biz qəbul edəndə daha effektiv və məşqlərdə nəyə görə sırf sitrulin deyim? Məşqlərdə daha çox pamp hissiyatı olur, məsəl üçün və dözümlülük verir. Biz onu daha çox belə deyim, andrologiya sahəsi kimi yox, daha çox idman üçün istifadə edirik, amma o faydaları paralel olaraq əldə edirik. Öz qoturun qaşıyır da. Bizə lazımdır əzələ. Bizə lazımdır cinsi aktivliyi yüksəlsin. Və bizə də lazımdır həm o həm. Yəni hər iki tərəfdə bu qida əlavəsi effekt verir. Yəni bunu bəzən olur ki, məşqdən qabaq trend deyirlər də, məşqdən qabaq enerji qida əlavələrinin tərkibində də bəzən olur bu, həm idmanda doluluq əldə etmək üçün, pamp, belə idmançılarda biz pamp deyir də, pamp əldə etmək. Həm dözümlülük üçün, həm də yəni siz dediyiniz kimi andrologiyada bunun böyük rolu var, sitrulinin və paralel olaraq biz idmanda istifadə edirik sitrulin və betalanin. Betalanin düzdür, nitrositik bir o qədər qaldırmır, amma dözümlülük, əzələlərin dözümlülüyünü çox artırır. Məşqdən öncə biz onu qəbul edirik. Yəni ki, bu günləri paylaşılacaq, çox insanlar görəcəklər, kommentlər yazsınlar fikirlərini, zəng vursunlar doktora, bir də bizim Anar məşqçiyə ki, həm Anar fitness trenerdir, həm də reabilitoloqdur. Yəni beldə, onurğada nə problem varsa müraciət edə bilərsiniz. Hər kəs salam, mən Cəfərov Anar. Motivator Fitness klubda fitness məşqçi və reabilitoloq kimi fəaliyyət göstərirəm. Mərkəzimizdə fitness məşqləri ilə paralel olaraq kineziterapiya tətbiq olunur. Kinezia hərəkət terapiya müalicə deməkdir. Yəni hərəkət də müalicə metodikası təyin edilir. Oynaq onurğa problemlərini, skalyoz, kifoz, fəqarası diz yırtığı, artroz, koksartroz və sair problemlərdən əziyyət çəkən insanlar kineziterapiya vasitəsilə bu problemlərdən azad ola bilər. Eyni zamanda fitnesslə diş qamət, fit bir görünüş əldə edə bilərsiniz. Buyurun, sizləri Motivator Fitness kluba dəvət edirik.
Motivator Fitness Klub sizin daha sağlam, daha energetik və daha özgüvənli hiss etməyiniz üçün fəaliyyət göstərir. Özünüzü daha yaxşı bir formada görmək istəyirsinizsə, həmən ilk addımı atın və bizə qoşulun. Motivator Fitness Klub. Biz yaxın bu günlərdə getdik doktor həkimin yanına, Diamond Medical Parka. Bizə yüksək səviyyədə xidmət göstərildi. Demək olar ki, bütün analizlər götürüldü, UZI-dir, hər şey, ürəyi yoxlanıldı. Bütün həkimlərə, personala təşəkkür bildiririk. Yüksək xidmətə görə çox razı qaldım. Sizə də məsləhət görürəm. Biz də elə-belə yer məsləhət görmərik. Timboledə bizim məşqçi ilə bir yerdə, anlarla bir yerdə. Keçək əsas məsələyə. Mənim analizlərim nə göstərdi? Hamıya maraqlıdır ki, hal-hazırda vəziyyət məndə nə yerdə? Kişidir özündən xəbər olmalı. Bir dediniz də, özündən xəbər olmalıdır. Buyur. Kişi özünü tanımalıdır. Bəli. Deməli həkim mən qeyd eləyim tələbədə. Söhbət məndən gəlir yəni. Bəli. Qanun ümumi analizində hər şey qaydasındadır. Burada biz həkim baxıb trombositlərə, sonra hematokritin səviyyəsi, hər şey qaydasındadır. Hemoqlobin də normadadır. Deməli qaraciyər panelində ALT, AST burada hər şey normaldadır. Həkim baxıram analiz nəticələrinə görə. Deməli lipid spektrdə deməli burada göstərir HDL səviyyəsi nisbətən aşağı göstərir burada. Deməli əslində 40-dan yuxarı olmalıdır. 39-8 göstərir. Bu barədə fikriniz nədir? Yəni mən burada böyük bir problem görmürəm və problem əgər görmüş olsaydım belə nə ilə qaynaqlanır? Burada söhbət əsas ultrasəs müayinəsində ötdə olan qalınlaşma, qatılaşmadan söhbət gedir. Yəni burada qaraciyərin funksiyası zəifləmişdir. Biz baxırıq, deməli QGT səviyyəsində və ALP səviyyəsində bir problem yoxdur. Problem yoxdur. Bu arada fikriniz nədir? Yəni QGT nəyi göstərir, ALP nəyi göstərir? Yəni onların hər ikisi öd yollarının fəaliyyətindən xəbər verir. Ödün diskineziyasından, yəni aktivliyinin zəif olmasından, axıcılıq, diskineziya o deməkdir. Öd yollarında olan iltihabdan xəbər verir. Ola bilər biz ultrasəs müayinədə ola bilər heç nə görməyək. Ancaq analizlərdən nəysə analizlər onu təsdiq etsin. Bütün bu müayinə üsulları var. Hamısı bir-birini təsdiq etməkdən ötə. Əslində biz elə xəstənin habitusundan çox şey oxuya bilirik ki, bu kişinin hansı problemləri var, hansı vitamin çatışmamazlığı var, hansına daha sualım belədir ki, həkim, məsəl üçün biz baxırıq, deyək ki, tələbədə ödündə problem var. Amma analizlərdə biz bunu görmürük. Yəni biz bunu necə qiymətləndirməliyik? Mən bildiyim qədərlə öddə bir ciddi problem olanda bu bilirubində, QGT-də, ALP-də bu özünü göstərməlidir. Amma biz bunu rüfətdə görmürük. Yəni bu arada fikriniz nədir? Yəni o səviyyədə dəyişiklik deyil. Yəni dəyişiklik o səviyyədə deyil ki, analizlər onu təsdiq eləsin. Məsəl üçün ultrasəs müayinəsi təsdiq eləyir. Öd yollarında diskineziyanı, iltihabı və ödün qatılığını təsdiq eləyir. Amma yəni o dəyişiklik o formatda deyil, o həddə deyil ki, o həddə deyil ki, onu laborator müayinələr təsdiqləsin. Ancaq yenə də çox belə ciddi vəziyyətdə götürmürük. Yəni bu prosesi ciddi götürmürük. Sırf əzilə kütləsi ilə bağlı olmayan bir analiz var ki, biz onu verilməkdən biz müəyyən edə bilirik ki, problem sıx böyrəklə bağlıdır. Bəli, problem böyrəkdə. Çünki biz onu kreatininlə müəyyən edə bilmirik. Yəni əgər idmançı çox belə əzələlidirsə, sistatin C deyilən bir analiz var. Bunu mən maraqlandım. Buradan laborator, yəni sırf burada yoxdur, göndərib belə Türkiyədən belə baxmaq. Amma eləyirik onu. Amma o analiz eləyirik. Çox yəni önəmli bir şeydir idmançılarda əsasda. Bəzən deyirlər ki, müəllim, bəs siz məsləhət görürsünüz, bəzən ALT, AST ilə paralel mən QGT də məsləhət görürəm. Çünki belə bir hal var ki, yəni bu çox insan bilmir, bəzən bunu problem kimi qəbul edir. Məsələn, idmançı gedir, ALT, AST səviyyəsi yüksək göstərir. Bu bəzən çox ağır çəkilərlə, intensiv yükləmələrlə bağlı qalxa bilir, müvəqqəti olaraq qalxa bilir. Amma QGT ilə biz onu tam dəqiq bilirik ki, yəni bu vəziyyət, əgər QGT-də də problem varsa, deməli bu ciyərlə bağlıdır. Kreatinin rüfətdə normal çıxıb alma, 0,89 çıxıb. Əladır ki, idealdır. Nə qədər? 0,89 kreatin yaxşı çıxıb. Əladır.
Amma buna rəğmən Rüfət məsəl üçün kreatin də qəbul edir. Davamlı olaraq qəbul edir. Davamlı eləmirəm, məşq edirsən. Ha da davamlı da məşq vaxtı. Böyrəklər yaxşı süzür də. Kreatin. Saxlamır. Saxlamır zülalı qanda sidiyə və Sonra ötürmür. burada biz baxdıq İndi deməli. mən kreatin istifadə eləməliyəm yoxsa eləməliyəm? Eləyə bilərsən rahat. Aha. Yəni yüksək normaldırsa sən onu eləyə bilərəm. Normaldır, istifadə edə bilərsən kreatin. Baxmış məsələn maqnezium səviyyəsi normaldır. Ferrit Normal neçə? normal 0,78 deməli 0,86 0,66 1,7 arasında 0,78 normal bir göstəricidir. Bu maqneziumdan söhbət gedir. Aha. Ferritin normaldır, çox vacibdir bu da idmançılar. Ferritin. Sonra PCA, yəni o həkim danışar bu barədə, həkimin sahəsi. Deməli normal sıxır. Deməli 4-dən 2 olmalıdır, 1,1. Prostata spesifik antigendir. Prostat vəzinin göstəricisidir. Prostata spesifik antigendir. O yüksək olanda o Deməli, əlavə yoxdur. şiş hüceyrələrindən, adenoma, hiperplaziyadan söhbət gedir. Yəni süzdə belə bir narahatçılıq yoxdur. Sərbəst T3 baxırıq 2,87. T3. Bəli, bəli. Sonra Yəni- deməli burada yəni- T3 nədir ki? Tiroid hormonu, qalxana bənzər hormonun sərbəst formasıdır. Bədən hüceyrələri tərəfindən mənimsənilməsi. Yəni göstərir ki, bədən hüceyrələrinə yetərincə çatır. kreatin kinaza. Kreatin kinaza. Bəli, onu əlavə OS9. etdirmiş, yəqin. Bəli, bəli. Bunu mən bu iki analizi mən sırf əlavə etdirdim. C-reaktiv protein, bir də kreatin kinaza. OS9 308 aralığında 118 göstərir. Əladır. Məncə əladır. Yəni Çox gözəl. bu onu göstərir ki, necə deyə, yorğunluq yoxdur, yəni həddən artıq ağırlıq məşqlərində. Bu əslində Yəni məşq edə bilərsən. Yəni bəhanə eləmədə bərpa yorğun prosesi al. problemi yoxdur. Ruscada isə peritren vəziyyəti yoxdur, yəni sizdə. Doğru. Hə, qalan yəni doktor demək olar ki, burada Mən sizə analizlərdə deyim mən də nədir problem sizdə Rüfət? Yeganə probleminizi həzm sisteminizdə olan narahatçılıqda görürəm. Siz özünüz də bilərsiniz ki, yediyi qidanı yaxşı mənimsəyə bilmirsən, ürəyin istəyən kimi. Bəlkə də böyük bayra getməyində narahatçılıq ola yoxdur. Köp var da. Ha, köp məsələsi problemdir. O artıq göstərir ki, müəyyən bir vitamin problem D səviyyəsini unutdu. Vitamin D səviyyəsi deməli rüfətdə göstərir 17-28. aralıq nədir? Aralıq deməli göstərir 20-30 mülayim çatışmamazlıq göstərir. 17 artıq bu defisitdədir ya. Çox defisit. Çox defisitdir. Sənin D vitamini çatışmamazlığın Ona görə bəlkə mən özümü belə halsız hiss edirəm də. tamamilə ola bilər. Vitamin D-yə görə. Bəli, bəli, ola bilər tamam. Vitamin D-mi heç vaxt qəbul eləməmişəm. Eləmək lazımdır. Yox, eləyirəm. Özdə vitamin D-ni K2 ilə. Mən özüm də elə qəbul edirəm, açıq deyim. Amma araşdırdım, elmi bir əsası yox dedilər. K2-ni. Bəli. Funksiyası nədir K2-ni? Mənimsənilməsini yaxşılaşdırır deyirlər. Mən özüm də yəni elə qəbul edirəm. İndinin özündə də K2 ilə bir yerdə qəbul edirəm. Amma ki o məsələni biraz çox dərinə getdim, araşdırdım və bir çox bəzi endokrinoloqlar var, belə izləyirəm onları da davamlı olaraq. Yəni onların da söhbətlərini eşitmişəm ki, yəni vitamin D-ni K2 ilə qəbul eləmək mütləq deyil, yəni. Yox, söhbət mütləqdən deyil. Teoriya var da olur. Orada məqsəd kalsidir ki, kalsi bir var damarlarda, qanda fırlansın. Bir də K2-nin funksiyası kalsini tutub aparır, sümükləri oturtmaqdır. Bəli, bəli, bəli. Eşitmişəm o. Sümüyə oturtur da. Yəni kalsi sümükdə o dişdə oturar. Kalsiyumu çox artırmasın deyə bu damarlarda Bəli, o kirəzləşmə verər, xanıqlar gətirib çıxarda bilər. O yəni o məsələni araşdırmışam. Yəni K2-ni verməkdə məqsəd tibbdə bundan ibarətdir. Yəni niyə görə bunu salıblar ortaya ki, artıq kalsini Bəs elmi damarlardan olaraq onu bilmək istəyirəm. Yəni tibbdə sübut olunub yoxsa yox onu bilmək istəyirəm. yəqin bu sübut olunmasa, onun əsasında bu qədər D3 molekulası ilə K2-ni birləşdirib bu qədər formulda dərman gətirib çıxardmazlar satışa. Bir çoxumuz, məsələn tələbə də bizdə, yəni idman qidası olaraq kreatin qəbul edirik. Bu kreatinin nə qədər qəbul olunmalıdır, gündəlik hansı dozada qəbul olunmalıdır? Nə qədər yumurta qorxuludursa, nə qədər ət qorxuludursa, bir o qədər eyni qaydada da kreatinin qorxusu var. Mən hesab edirəm ətin, yumurtanın
Heç bir qorxusu yoxdur. Amma hər şeyin bir əndazəsi var da, ölçüsü var. Yəni o istəyir kreatin olsun, istəyir Mən zülaldır da. belə bir zülal. Mən də tələbəyə izah eləməyə çalışıram ki, yəni bir insan əgər ət yemək olursa, kreatin də qəbul etmək olar. Yumurta yemək olursa, protein də qəbul etmək olar. Doğru, mən razıyam. İstənilən dərman preparatı ki, qəbul edirik. Mütləq yan təsirləri var. Hər bir preparatın yan təsiri var. O yan təsirlərdən qaçmaq üçün hansı tədbirlər planı həyata keçirilirsə, kreatinin ən pis təsiri, yan təsirləri nədən ibarətdir? Böbrəklərdə kristallar, daşlar, belə deyək, litiyazlar əmələ gətirməsidir və ona uyğun onun yan təsirləri. Yetəri qədər su, maye qəbul. Bəli, yetəri qədər doğru su-duz balansını düzəltmiş olsun, Bəli. heç bir yan təsiri olmayacaq. Biz D-nin Azərbaycanda aktiv formasını yoxlayırıq. 25 OH-D3. Ola bilsin ki, insanda D yetərincə var. Sadəcə D orqanizmdə 2 dəfə aktivləşir. Bir qaraciyərdə aktivləşir, bir də böbrəklərdə aktivləşir. Biz analiz Azərbaycanda və dünyanın böyük əksəriyyət yerlərində ancaq onun aktiv formasını araşdıra bilirik. Niyə? Maddiyyətlə. Biz yoxlayırıq 25 OH-D3, yəni qaraciyərdə aktivləşmiş formasını. Zəifdirsə, D vitamini qəbul eləməklə yanaşı, K2 vitamini ilə yanaşı mütləq qaraciyərdə bir əl gəzdirməliyik. Fosfolipidlərlə, heç olmasa padişqa vermək lazımdır da qaraciyərə. Fosfolipidlərlə də. Necə fikirdir? Razısınız fikrinə? Yəni bu mənim subyektiv fikrimdir. Mən qaraciyərlə bağlı yağ qəbul edirəm hər səhər tezdən Nə yağı? acıqlarına. Alaqanqal. O şeydir də, rastaropşa. Yaxşıdır. Onu bilmək Əla. istəyirəm. Mən o qaraciyərə xeyir var onun Əla. alaqanqal. Yəni mən səhər ondan yatanda da ondan içirəm. Əladır, çox yaxşı eləyirsən. Bəs eləyir o, yoxsa Əladır, yaxşıdır, rastaropşa əladır. Bir dənə də dərman var. Bilirsən nədir? Buğdanın cücərməsi zamanı o cücərtisindən alınan yağlar var. Viardo. Yəni buğda cücərtisinin yağı. O özü gözəl testosteron artıran bir şeydir. Bax gör hardan gəlib çıxdı ha. Bir sualım var həkim. Bu bəzən idmançılar da qəbul edirlər. Kiçik dozada tadalafil. Heç idmançılara ümumiyyətlə tövsiyə eləmirəm. Olmaz. Çünki nədən ibarətdir? Tadalafil molekula kimi damar endotelində azot oksidaza fermentini aktivləşdirir ki, o da öz növbəsində azot oksidi artırır və azot oksid damarları genəldir. Bu hər dəfə tadalafil qəbul eləyən zaman biz endoteli qızıqlandırırıq. Sonra görürsən, indi bu Viagra içən adamlar yoxdur. Alırdılar 100-lik, 1/4 qəbul eləyirdi, olurdu əla. Biraz keçir, başlayır, yarısını içir. biraz keçir, Sonra təzə keçir, şey. bütövsü təsir edir. Sonra da ürəyi partlayır, ölür. Ürəyi partlamağa elə ora çatdırmır. Daha bütöv qəbul eləyir, bütöv qəbul eləyir, yəni o sildenafili fərz eləyir. Sonra doktor o Viagrası effekti olmur. Heç Viagra'nın özünün effekti olmur. Sonra başlayır ondan sonraki Maraqlısı budur ki, bunu idmanda istifadə Mən görürəm ki, bax belə Necə dedim, məşqə girməmişdən qabaq Viagra girir. ancaq bilir, ondan ki, damarlar- damarlar genişlənsin, Genişlənsin, qan azlıq dövranı artsın, motivasiya artsın, gücü artsın. Sonra da ki, o dərmana damarlar cavab verə bilmir. I smile. 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 Thanks to Lovely Dent Clinic. Bir də doktor, bizdə indi bu vitamin özümlə bağlı, yəni qayıdıram özümə. Vitamin D başa düşdüm, sırf qaraciyərdə ola bilər problem var. Onu zaten o qabağın yağlardan istifadə edirəm. Bir də dediğimiz dərmanları da alıb istifadə edəcəm. Nafsək ki da indi birdən biz bilmirik də qaraciyərdə vəziyyət nə yerdədir. Yox, maslom kaşı ne sport iş var. Bunun ziyanı yoxdur. Ya nədir, manlı kaşı nə qədər yağ dök, dadlı olacaq. Ha, bir də öt kisəsində məndə qatlaşma var idi, öt kisədə. Hansı ki, özünüz də qeyd elədiniz ki, öt kisədə bir qatlaşma varsa, o müəyyən bir diskomfort, kök, Mütləq. müəyyən bir şey. Ciddi problemlər gətirir. Ona da tutka xüsusi məsləhət Tutka, onun üçün də o tutka. Tutka onu tərtəmiz düzəldir. Həm iltihabı götürəcək,
öd yollarında, öd hissəsində qaraciyər daxili öd yollarında. Həm qatılaşmanı əridəcək. Razı tutka ilə dediyim o Əla. yağ, o kompozisiyası əladır. Əla. Çox pul xərcləməkdən qorxmayın. Az qazanmaqdan qorxun. Xəstə gəlir bir amma mən dərman yazmışam ona fərz eləyir. Deyir ki, "A doktor bu 300 manat pul tuturdu." Deyirəm tutsun. Deyirəm mənim maaşım 250 manat deyə pensiya. Deyirəm git dövlətdən tələb edib 5000 versin sənə. Sən həkimdən nə tələb eləyirsən ki? Ayılır deyirəm sən onu həmişə misal çəkirsən. Deyirəm ki, qardaş, çox pul xərcləməkdən qorxma. Az pul qazanmaqdan qorxma. Çox qazananda o xərclədiyin sənə onsuz da az görsənəcək. O çox qazanmaq üçün də gəl sağlam olasan. Onuncu yolları vardı mütləq. Birincisi sağlamdasın. Bir də ki, sağlam, bir də sağlam düşüncə olmalıdır. Tələbəni göndərirəm, həkim analiz təyin eləyir. Deməli tələbə baxır, deyir ki, hesablayır pulunu da belə getməmişdən qabaq Qayı maraqlı mövzudur, qəşəng mövzudur. Deyir, mən gedənmərəm, o gündən belə bir şey hal yaranıb, deməli analizə göndərmişəm. Həkim analizləri təyin edib bunları vermək lazımdır və tələbə getmir analizə. Və soruşuram niyə görə getmirsən? Deyir, mən hesabladım deyir, 200-300 pul hesabda gəlir də, ümumi hesabda. Mənə görə artıq xərcdir, mən buna yəni getməyəcəm də, ya sonra gedərəm. Mən tələbə izah etməyə çalışıram ki, bəzən biz olur, məsələn, hardasa yemək yeyirik, çay içirik, məsələn, ay ərzində hesablasaq bəlkə 1000 manatdan çox əlavə xərc ödəyirik. Yersiz şeylər də bəzən əlavə pullarımız çıxır. Amma sırf məsələ bizim, yəni sağlamlıq gələndə ona biz pul xərcləmək istəmirik. Bu da böyük həkim qəbulu bahadır, analizlər bahadır. Yəni mən izah eləməyə çalışıram ki, tələbələrə bu sizə bu əlavə xərc deyil, bu yatırımdır. Elə bilin ki, öz sağlığınıza siz yatırım edirsiniz. Və idmanla məşğul olursa, bu ümumiyyətlə məcburiyyətdir, yəni zərurətdir. Çünki biz dediyiniz kimi o vəziyyət, sağlamlıq vəziyyətini bilmədən o ağır çəkilərlə məşq eləmək, çoxlu protein qəbul etmək, zülallar qəbul etmək, yəni tələbədə böyük risklər yaradır və gələcəkdə böyük fəsadlara səbəb ola bilər. Yəni bu məsələnin çözümü o suallar ki, fitness zalıdır, başqa idman növləridir, naqruskalardır, crossfitdir. Crossfitin özü də bir hansı bir naqruska bir şey verir ürək üçün. Ancaq mən deyirəm ki, hər şeyin öz yeri var. O həmin o ağırlığın da öz yeri var. O yəni ancaq ki, hər şey bağlanır o ki, özünü yoxlatdırmağa. Ən azından sən bilməlisən ki, özün nəsən. Özündə nə problemlər var və həqiqətən bu veriliş də ona görə hazırlandı ki, bizim sırf məşqçilərin fikirləri, həkimlərin fikirləri çox gözəl də bir veriliş alındı. Hər ikinizə təşəkkür bildirirəm. Mən həqiqətən məsəl üçün tələbələrimə də məsləhət görürəm. Həqiqətən də yəni zaur həkim görürəm. Həm andrologiya sahəsi öz yerində, yəni idman sahəsindən də böyük anlayışı var. Ona görə mən tələbələrə məsləhət görərdim. Əgər hər hansı bir problem varsa sizdə sağlıqla bağlı, elə zaur həkimin özü, yəni çox güvənilir bir həkimdir. Yəni müraciət edə bilərsiniz. Savadına yəni şübhə ola bilməz. 100%. Zaur həkim hansı klinikada olur? Bir dənə özü də qeyd eləsin. Mənim oturduğum klinikanın adı Diamond Medical Parkdır. Medical Park. Demək, hər gün səhər saat 9-dan axşam saat 6-ya ki xidmətinizdəyik və belə bir təklif də var ki, siz bütün tələbələrinizi belə deyərdim, idmana başlamamışdan və yaxud idman gedə-gedə yönləndirəsiniz mənə. Biz müəyyən analizlər verib, müəyyən balansda sizə hardasa idmanın qurulmasında bəlkə bir balaca kömək eləyə bilərik. Həmçinin biz də öz xəstələrimizi, hansını ki, bayaq deyirdim ki, dərman yazıram mən, ona deyirəm ki, sən bunu mütləq minimum kardio etməlisən, sizə yönləndirməliyim. Çünki sizin savadınız maşallah olsun, yetərincədir. Yəni siz bir-birimizi tərifləmirik. Yəni bir-birinizə bağlısınız. Bir-birimizə bələd olduq bu günlərdir. Bələd idik, biraz da bələd olduq. Biraz da bir-birimizi kəşf elədik əslində. Bir-birimizdən biraz da arxayın olduq. Ən böyük təşəkkür Rüfətə düşür. Anara düşür, Rüfətə düşür ki, belə bir gözəl fikirlə, belə bir gözəl podkast hazırlandı və İnşallah elə bilirəm ki, dinləyicilərimiz, baxanlarımız, izləyicilərimiz də bəyənərlər. Çox sağ olun, Allah razı olsun. Çox sağ olun. Maraqlı oldu. Kommentləri yazın. Zaur doktorun nömrəsi, klinikası harda yerləşir. Motivator Fitness Kluba çox sağ ol deyirəm. Inline su filtrlərinə təşəkkür bildirirəm. Sura su şirkətinə təşəkkür. Qeyd eləmişik ki, minimum 2-3 litr gün ərzində su içmək lazımdır. Allah razı olsun hamıdan, inşallah görüşərik. Hamı sağlam olsun, əsas məsələ. Sağlam olun, var olun, sağ olun.